Görmüş qoyun əsəbləşsin. Qoyun əsəbləşmir, ot deyir, neyini söylə bilmir. Yanından birini aparırsan qurban kəsməyə, qoyun otlamağa davam edir. O dəfə mən orucluda deyirdim ki, bir başımı qaldırmır ki, bala, bu mənim axı neçə il dostum olub, bir yerdə otlamışıq, 10 ildir, 5 ildir, 3 ildir. Bunu demir. Başa düşmür, o qoyunun səbrinin nə dəyəri var? Bilmirdən nə baş verir. Bu dözür, öz içindədir. Ona görə də əsəbləri sakitdir, əsəb dərmanı da atmır, əsəb xəstəliyi də yoxdur. Amma bu kimi səbrin nə dəyəri var? İnsan var ki, belə səbrə sahib. Deyirsən, maşallah səbirli adam deyil. Mən həlim insanamsa, sual verilməlidir, nə səbəbdən? Nə səbəbdən həlimsən? Bilirsən nə var, nə yox, həlimliyi qoruya bilirsən, müvazinəti qoruya bilirsən, dözümlə iş görürsən. Bax, bu bilib həlim olmağın dəyəri çoxdur.